Şəhidimiz Orucov Şakirliyin ailəsindəyik. Bu günləri şəhidimizin mövlud günüdür. Biz də Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin adından şəhidimizi fəxri fərmanla tərtib eləmişik və fəxri fərmanı şəhidimizin ailəsinə təqdim edirik. Allah şəhidimizin ruhunu şad eləsin. Allah ailəsinə səbir versin. Şəhid balanızla fəxr eləyin ki, belə bir qəhrəmanın valideynlərisiz. Qəhrəmanımızın ruhu şad olsun, nur içində yatsın. Allah yerdə qalan balanımızı qorusun. Qalan günlərinizi Allah sizə sevişli günlər nəsib eləsin inşallah. Mən özüm də şəhid anasıyam. Naftalan şəhərindən şəhid Eliyyəddin Cəfərovun anasıyam. Və Naftalan şəhərindən şəhid Fərid Adgözəlovun qardaşı iştirak edir. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin, nur içində yatsınlar. Allah bütün burada şəhid analarımız əyləşib, Allah hamısına səbir versin, ruhları şad olsun cəm şəhidlərimizin.